19 may 2025-ci ildir. Allahın salamı ilə hər kəsi salamlayırıq Ləmbəran kəndindən. Ləmbəran kəndimizin ən az təminatlı ailələrindən biri olan Cəmalə bacının evindəyik. Bizim dəyərli qardaşımız Səddam buradadır. Qərbəldən olan ustalarımızdır. Ustalar da ikisi bax oradadır. Mənim qaynım rəhmətlik Pənah əminin oğlu Vaqif oradadır. Bir də ki Hüseynov Aqil Afil əminin oğlu da bax oradadır. Bax. Bura bir dənə baxın rəhmət olmasa. Bax. Allah xeyir versin. Allah xeyir versin. Allah tanrı. Vaqif və Aqil qardaşımız oradadır. Demək qardaşlarımız ustalığını təmənnası edir. Dam örtüyünü, krişasını təmənnası fırlar. Bir dənə rəhmət olmasa. Bu evi də bizim Cəmalə bacımıza tikdirən qardaşımız Ləmbəran kəndimizin xeyriyyəçi oğlu. Kifayət qədər Ləmbəran kəndində Ələmli qarşılanmamızda və yolların genişlənmə aksiyasında, yolların işlanma aksiyasında maddi baxımdan dəstək verən Rəsulzadə Babək Nofəl əminin oğlu. Şəxsi vəsaiti ilə bax bacımızın evinə köməklədi, əlavə də bir otaq tikildi, hamamın xunası. Allah kömək olsun. Demək, Babək qardaşımın da burada işlərini aparan Babək qardaşımızın sinif yoldaşı, bizim dəyərli qardaşımız Nizami əminin oğlu Səddam qardaşımızdır. Bir dənə takrutunu səhət orada. Biz Ləmbəran cəmaatı adından, bütün xeyriyyəçilər adından Rəsulzadə Babək qardaşa minnətdarlığımızı bildiririk. Allah kömək olsun. Allah atasından razı olsun ki, Babək qardaşımın oğul böyüdür. Babək qardaşımız bu yaxınlarda Ramazan bayramında Ləmbəran kəndində 360 nəfər uşaqlara Ramazan bayramı hədiyyəsini təşkil elədik. Biz onun adından kanal olaraq həyətləri gəzib bütün uşaqlara təqdim elədik. Və aşağı başladı. Vəsilənin evinin ikincisine de 300 manat dəstək verib. Mənim ailəmin müalicəsinə 150 manat dəstək verib. Kanalımın inkişafına 200 manat dəstək verib. 100 manat Ələmli Qarsanının abadlığına dəstək verib. Ləmbəran kəndində nə qədər işlərimiz varsa ora dəstək verir. Allah sizlərdən də razı olsun. Təşəkkür edirəm. Allah canını sağ Yaxına gəl, olasın. yaxından çək səni. Allah babəyin sağ olasın. Başına düşsün. Değerli kardeşdir. Ne diyeyim? Atasının anasıyla doyunca versin. Allah sənin könlünü sevindirəni, ahirətdə sevindirsin Cəmalə. Allah canı sağ eləsin. Siz də ustalar xoş gəldiniz. Böyük iş görür. Əlbəttə böyük iş. Hamamı, ne yak yolunu altırması, ne var hamısının öz bütçəsindən. Dəstək verir. Hə, dəstək, ne var hamısının. Materialın bir qismi buradadır. Bax, yaxından çək. Materialın bir qismi buradadır. Burada oranı çək, bax. Hüseynov Aqil Afil əminin oğlu. Bax, yaxınlaşdıran baxın. Allah xeyir versin. Bu da mənim qaynım, Sənət babanın oğlu, Bağıb Allah qardaşım. ellərin də canını sağ eləsin. Yaşayanın da, bütün əziyyət çəkənlərin də. Allah sənin də köməyin olsun. Ay Baxşeş müəllim, sən ki bu kəndin əziyyətini çəkirsən. Allah səni var eləsin. Bizim üstümüzdə əski olma. Sağ ol, başınıza dönərəm. Allah razı olsun ki, sizə bu evin dam örtüyünü Bakıdan bura gəlib, təmənnasız vurulmasını təmin edirsiniz. Belə bir şey olsa birinci məni yox. Təmənnasız gəlib vuracaqsınız. Allah işinizdən də razı olsun. Vaqifə də, sənə də təşəkkür edirəm. Allah xeyir, Allah. Xoş günlər qismət olsun. Amin, amin. Ustalarımız da burada bax təmənnasız ustalığını edirlər. Vaqiflə Aqil qardaşımız. Material da buradadır, hamısı gəlir. Səddam sənə aparacaq. Səddam, deməli burada hansılar əlavə tikilib bura? Bura öyle kutuydu, bura balaca bir altırmadır. Bəli. Altırma değil. Burada orada ayak yolu, içeride de bir ayak yolu. Bir ne var? Keç öyle zəhmət olmasa. Moldan Bəli. buna meyve elinden bir Allah koysa koyma. Bax buralar yeni tikilib, eləmi? Ha, buranın hepsi yeni. Bax bu tərəf xunasıdır. Bu da hamamı və ev üçün əyək yolu. Bura amma əvvəldən Ha, vardı. bura qabaqdadır. Bura vardı, bax buradan bu tərəfi bizim xeyriyyəçi qardaşımız Rəsulzadə Babək Qatatın vurdurubdur. Nofəl əmin oğlu gətirib. İndi gedirik saqqalım çəkməyə. Bax, kanalizasiya sistemində hamısını qazdırıb, hamısı hazırlatdırıb. Hamamın xunanınki. Bu da bax, bu işlərin daxilindədir, tərkib hissəsindədir. Bax, bu kasal kanal da təzə vurdurub. Rəsulzadə Babək qardaşımızın adından. Mən də həm dostu kimi, həm kanal rəhbəri kimi özümə bir borc bildim ki,
bu gözəl aksiyanı, bu gözəl xeyriyyə işini Təşvik kanalımda bütün dünya xalqlarına, Azərbaycanıma nümayiş etdirin və gələcək nəsillərə də kəndimizin belə xeyriyyətçisi olduğunu göstərək. Allah razı olsun. Ustalarımız da burada işləyir. Vaqiflə Aqil qardaşımız. Təmənnasız işləyirlər ustalığını. Təddəm, sənə də təşəkkür edirik. Sağ ol müəllim. Allah sənin də canını sağ eləsin. Hörmətin artıq olsun. Deyiləsi bir şey yox. Böyük işli görür. Bəli, Allah qəbul eləsin. Sən də sağ ol ki, dostunun işlərini burada... Özü burada yoxdur. Deyibdi eləməliyik. Bəli, bəli. Allah səni də var eləsin qadın. Sağ ol, çox sağ ol. Sənin də bu köməyin elə bütün kəndimizə böyük kömək oldu, həm də bizim kanalımıza elə bir dəstək vermiş oldun. Çox sağ olun. Böyük bir tarix yazılmış belə. Sizin canı sağ olasın. Allah sizi var eləsin. Azərbaycanda deyirəm, Ləmbərən kimi belə bir kət yoxdur mən deyirəm. Bəli. Xeyriyyətçiləri bol, işləri bol. Günü gündən də patlaşır. Simit də var, elə mi? Ayaqalıq simit. Bu da simit. Pilləkənlə ayaq yolunun üstünə vurulacaq o simit. Sıvağına da hepsindən yetməyəcək. Allah qəbul eləsin. Əziz dostlar, əziz izləyicilər, kanalımıza abunə olun, şərh yazın, like edin və paylaşın. Aksiyalarımız davam edir, dəstək verməyə davam edin. Uğurlar olsun hər kəsə. Rəssuadə Babək qardaşımıza da təşəkkür edirik. Bütün dəstək verənlərə, burada iştirak edənlərə minnətdarlığımızı bildiririk. Ustaları içində olmaqla, Səddəm qardaşımız içində olmaqla, Vaqif və Aqil qardaşımız içində olmaqla, eyni zamanda Qərəbəldən gələn ustalarımız içində olmaqla. 19 may 2025-ci illi ustalar nahar fasiləsinə çıxıblar. Səddəm qardaşımızı, Rəssuadə Babək qardaşımızın sinif yoldaşı. İşləri də burada Səddəm aparır. Dostumuz Ələmli Qəbirstanlığına bir kamaz şey böl tökən Afiq qardaşımızdır. Mənim qaynım rəhmətli Pənah dayının oğlu Vaqifdir. Dindar qardaşımız. Əmi də bizim bax buranın baş ustasıdır. Qərəbəlli kəndindəndir. Allah canından sağ olasın, xoş gəlmisiniz, nuş olsun. Sağ ol müəllim. Allah sənin kömək olsun. Allah sənin bu kətdən əziyyət eləməsin. Sağ ol başım, nuş olsun. Nuş olsun. Allah var eləsin. Allah var eləsin sizi. Çay süfrəsinə əyləşiblər, Allah köməklər olsun. Ləmbərən çayı. Azərbaycanlılar üçün bir ana vətən var. Bu müqəddəs Azərbaycan torpağıdır. Harda yaşayırsan yaşa. Amma Azərbaycan haqqında düşünməlisən. Azərbaycanın müstəqilliyi haqqında düşünməlisən. Azərbaycanın ərazi bütövlüyü haqqında düşünməlisən. Azərbaycan xalqının bugünü gələcəyi haqqında düşünməlisən. Bir daha demək istəyirəm ki, biz bu qələbəyə layiqik. Azərbaycan xalqı bu qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Və bugün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycan. Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, mənim özüm də, mənim evlatlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırım. Mən BMT internet televiziya və YouTube kanalının təsisçisi və direktoru Baxşeyiş müəllim olaraq eyni zamanda Azərbaycan Qarabağ İdman Təşkilatının rəhbəri 2-ci Dan Qara Kəmər ustası, fədai medal mükafatçısı kimi kanalımla, gücümlə, sağlam ətrafımla Azərbaycanımın, dövlətimin, millətimin, bərdəmizin, Ləmbəran kəndimizin xidmətində və dəstəyindəyim. Uzun illər olduğu kimi indi də və indən sonra da xeyriyyətçilərimizin işlərini mükəmməl səviyyədə aparıb, Ləmbəran kəndimizi abadlaşdırıb, dövlətimizin gücünə güc qatıb, vətənimizin, Ləmbəran kəndimizin inkişafı üçün bütün varlığımla xidmət edəcəm. Əziz izləyicilərimiz, kanalımın vasitəsilə vətənimizin, Ləmbəran kəndimizin inkişafına dəstək olanları, xeyriyyətçilərimizi gündəlik olaraq kanalımda və bütün sosial şəbəkələrimdə ictimaiyyətə təqdim edib
bütün dünyaya yayımlayıb gələcək nəsillərə tanıtdıracağam. Eşq olsun Azərbaycanımıza, eşq olsun dövlətimizə, qəhrəman xalqımıza, eşq olsun Ləmbəran kəndimizə və xeyrətçilərimizə, eşq olsun vətənimizə dəstək olanlara. Uca olan Allah tutduğumuz şərəfli yolda hər birimizə yar olsun. Amin. Hörmətlə Azərbaycanımızı, dövlətimizi və sizləri canından çox sevən Baxşeyiş müəllim. BMT TV Baxşeyiş müəllimin kanalı, onlayn internet televiziyası və YouTube kanalı təqdim edir. Kanalımızda videolarımızın baxış sayının çox olması üçün kanalımıza abunə olun, bəyənin, şərh yazıb paylaşmağınızı xahiş edirik. Dəyər verdiyiniz və dəstək olduğunuz üçün öncədən hər birinizə təşəkkür edirik. Kanalıma abunə olun, şərh yazın, like edin və paylaşın. Mənə dəyər verən bütün dostlarıma təşəkkürümü bildirirəm.